Mən həbs olunanda Ramiz Mehdiyev mənim evimi buldozer gətirmişdi. Evin qarşısına ki, qeyri-qanuni tikili kimi sökün. Sağ olsun, Allah rəhmət eləsin. Allah məkanını cənnət eləsin. Sirrus Təbrizli o zaman deyəsən Bəylər Əyyubova zəng eləmişdi. O da sağ olsun, o da cənab prezidentə məruz eləmişdi. O da sağ olsun, əsəbləşmişdi ki, siz jurnalist həbs edibsiniz, yoxsa nə? Bu nə biabırçılıq? Yəni, mənim evimi qeyri-qanuni tikili kimi, mən bu vaxtda danışmışamdır, yazmışamdır. Yəni, bu o qədər də yeni informasiya deyil. Buldozerin qabağına verib söktürmək istəyirdi Ramiz Mehdiyev. Ramiz Mehdiyev mənim ömrümü başdan ayağa tərsinə yazdı, Əli Həsənovla birlikdə. Bizim anamızı ağlatdı Ramiz Mehdiyev, Əli Həsənov cütlüyü. Azərbaycan mediasını bədbəxt elədi. Mən bunların hamısı, indi çox rahat danışıram, az danışıram, səsim də ona imkan vermir. Amma mən bunların hamısını yazmışam əziz tamaşaçılar. Yazmışam. Manşetə qoymuşam Xural qəzetində. Durmamışam, dayanmamışam, usanmamışam, tutturublar, oyun açıblar başıma. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalan.